Eləmə. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Biri gəlsin bu biabırçılığa bir ad qoysun. Belə şəhid anası olar. Şəhid anası yox, sanki qabağından yeməyən, qarşısındakını nakazat eləyən cinayətkar məhlə qaqaşı obrazı. Əvvəlcə şəhid balasının adını uca tutan bütün şəhid analarımızın əllərindən öpürəm. Bizim baş tacımızsınız. Bu videodakı şəhid anasının bu hərəkətinə çox üzüldüm. Deyilənə görə videodakı kişi şəhid portretinə hörmətsizlik edib. Çox böyük qələt edib. Onun bu hərəkətini hüquq mühafizə orqanları araşdırıb tədbir görməlidirlər. Heç bir şəhid statusu Azərbaycan qanunlarını tapdalamağa dəlalət etmir. Şəhid anasının bu kişini ağır söyüşlərlə təhqir etməsi, onu alçaltması, onu şillə təpişlə döyməsi cinayət məsuliyyətidir. Ümumiyyətlə, milli qəhrəman adı necə geri alınırsa, şəhid ailəsi kimi müqəddəs ada ləkə gətirən belələrinin də statusu ləğv olunmalıdır. Şəhid anasıyam deyə kiminsə basıb gözünü çıxarmalısan. Belələri o vəziyyətə gətiriblər ki, cəmaat şəhid anası görəndə uzaq qaçırlar ki, şər xatadılar. Niyə bu vəziyyətə gətirdiniz? Dövlətin qayğı və imtiyazı kifayət qədərdir şəhid ailələrinə. Şəhid anası müqəddəs addır. Bu adı uca tutmaq şəhidə ən böyük hörmətdir. Qanun və şəhid ailəsi statusu şəhid anasının özbaşınalığına dəlalət etmir. Nə biabırçılıqdır bu? Kim ixtiyar verib bu özbaşınalığa? Belələri cəzalanmalıdır. TikTokda şəhid şəkilləri arasında göz yaşı axıdaraq hədiyyə uman və erməniləri sevindirən o şəhid anaları qınanmalıdır.